Məni izləyən hər kəsi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Burada gəlmişəm, Temudan bağlamalarım gəlib, onları götürməyə. Və götürdüm, evə gedirəm. Qızlar, kanalıma baxırsınız. Zəhmət olmasa kanalıma baxanda bəyənin, abunə olun kanalıma. Mən də sizin üçün yeni videolar çəkim, maraqlı videolar çəkim. Sizin dəstəyinizi gözləyirəm. İlk öncə burada qızıma belə bir dəst almışam. Çox gözəl dəst idi. Bunu alanda heç düşünmədim belə material olar. Material da çox gözəldir, özü də çox qəşəngdir. Qızım çox bəyəndi. Bunun qiymətini 13 manat almışdım. Amma indi baxıram qiymətləri qalxıb. Burada göstərirəm materialın necə gözəl olmağını. Sonra keçirəm qızıma belə bir sırğa almışdım. 6 dənə idi deyəsən içində. 6 dəst. Və paslanmaz idi o da. Onu 1 manat 40 qəpiyə almışdım. Sonra belə bir qolbaq almışam qızıma. Bu da paslanmaz poladdır. Bunu da 3 manat 60 qəpiyə almışam. Sonra özümə də belə günəş sırğaları almışam. Çox qəşəngdir bunlar da. Bunlar da paslanmaz poladdır. Demək, bu dəfə aldıqlarım hamısı paslanmaz poladdır. Bunun da qiyməti 4 manat 10 qəpik. Sonra belə üzük dəsti almışam. Bunu da özümə almışam. Bu da paslanmaz poladdır. Bunu da endirimlə 1 manat 90 qəpiyə almışam. Sonra özümə belə bir kofta almışam. Bunu çox bəyəndim. Çox qəşəng koftadır. Bunu da 4 manat 75 qəpiyə almışam. Aşağı belə çox gözəl. Aşağısı belə gözəldir. Böyründə də razrez kimi var koftanın. Çox qəşəngdir. Qızlar, mən bunların hamısını kuponum var idi. 38 manat elirdi. Mən də o kupondan 30 manat aldım hamısını. Sonra belə bir qızıma ulduz sırğa almışam. Bu da paslanmazdır. Bunun da qiyməti 82 qəpiyə. Aldıqlarım bu qədər idi. Sonra marketdən bazarlıq edib gəlmişdik evə. Onları çəkdim. Aldıqlarımın hamısını çəkdim bir-bir. Yəni makaron almışdıq, düyü. Lazım olan şeylər almışdıq da bir sözlə. Sonra belə qarğıdalı da almışdıq. Onları da qaynatdıq. Uşaqlar yedi. Sonra aldıqlarımı burada yeyirəm. Sonra da keçirəm belə ponçikli, pendirli ponçik demək olar da ona bişirirəm. Belə 1 stəkan süd, yarım stəkan su, duruş, duz, 2 xörək qaşığı, 2 çay qaşığı da şəkər tozu tökürəm. Sonra
yarım stəkan yağ, hardasa 4 stəkan da un getdi içinə. Belə yoğurub xəmir, yumşaq xəmir alınmalıdır. Biraz gözləyəndən sonra keçirəm hazırlamağa. Qıraqda da pendiri törkadan keçirib hazır qoymuşam. Və töküb onu belə yumru hala salıram. Qırağa qoyuram, biraz xəmirlər özünə gəlsin. Sonra onları qaynar yağda qızardacam. Belə pişdi, hazırdır. Sonra burada da gedirik. Əmmin nəvəsinin ad günü idi. Ora çağırmışlar bizi. Ailəlicə ora ad gününə gedirik. Restoran da razında idi. Qızılqaya restoranı. Artıq gəldik, çatdıq. Gəldik restorana, daxil olduq. Burada restoranın müğənniləridir, oxuyur, düzdür, tanınmış müğənnilər də vardı, amma bunları çox tanımıram elə. Restorana demək olar ki, bir çox insanların, əksəriyyət orada ad günü keçirənlər idi. Orada bu da Alipo Mehirdə gəlmişdi ora. Çox şən aparırdı. Ümumiyyətlə o mahnıları hamısı şən mahnılardır. Burada da müğənni Qumral oxuyur. Həm də bizim qohumumuzdur Qumral. Deyib, gülüb, əyləndik. Burada da tortu qızımız Azadda büfürəcək. Bir daha onun ad günü təbrik edirəm. İnşallah analatalı böyüsün, böyük qız olsun, bütün arzularına çatsın. Öpürəm Milana qızımızı. Biz də hədiyyə olaraq pul verdik. Demək olar ki, hamı pul verdi elə. Pul daha yaxşıdır, hədiyyədən ürəyinə istəyir, alar. Və sonda da çıxıb gedirik. Artıq gec idi, burada biz çıxanda 12-yə qalırdı deyəsən. Demək olar ki, restoran bağlandı, diskotek mahnıları oldu, qutardı, bağlandı. Və biz də çıxıb gedirik evə. Və bu qədər idi. Baxdığınız üçün sizə çox təşəkkür edirəm. Bir daha deyirəm, kanalıma abunə olmağı, mənə yorum yazmağı unutmayın.